Bugün mağaza sütünden pendir hazırlayacağım. Görüm alınacak yoksa yok. 1 litre sütü kazana tökürük. Bu arada mağaza sütünden kimse pendir hazırlayıpsa yazsın komentlere. 1 çay kaşığı tuz. Karıştırırıq. Koyuruq qaynamağa. Sütümüz qaynamağa başlayana qədər biz 3 dənə yumurtanı qırırıq. Üzərinə 200 qram xama əlavə edirik və bunları qarışdırırıq. Sütümüz qaynamağa hazırlaşan kimi düzəltdiyimiz mayeni üzərinə əlavə edirik və qarışdırırıq. Yəni üzərinə limon suyu, sirkə falan heç nə əlavə eləmirik. Bu qaynamağa başlayanda yavaş-yavaş çürüyəcək. Artıq sütümüz çürüməyə başlayır. Biraz da qaynadırıq. Tam çürüsün. Sütümüz tam çürüdü. Və bunu süzürük. Süzəndən sonra torbaya qoyub, üzərinə ağır daş qoyacaq, ağır əşya qoyacaq ki, suyunu tam buraxsın. Demək, pendirimiz hazırdır. Torbasından çıxardaq. Mənim özümə də maraqlıdır ki, istənilən mağaza sütündən pendir hazırlamaq olar, yoxsa yox. Baxın. Dadına baxın. Biraz duzunu çox töksəydim, əla olardı. Duzsuz pendir. Əllərimə sağlıq, alındı.